120 min insan bir gün Qədirxumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını değişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayəni, adları təhrif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? Ona görə vəziyyət ciddidir. Vəziyyət ciddidir. Hətta üzr istəyirəm hacı, hətta Əhl-i Beytin imamlar dünyasını dəyişəndə bəzən qəbirləri, hələ İmam Əli əleyhissalamın qəbri gizli qalmadı mı? Nəyə görə? Hətta qəbrin dağıdılması, çıxarılması, ehtiramsız olması da var idi. Bəli. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir. Həqiqətən bu, ehtirama layiq Qur'andır. Qorunub saxlanılan yazıdadır. Bəli, bu, şanlı Qur'andır. O, mühafizə edilən lövhədədir.